Salam əziz şagirdlər, bugünkü videomda sizə 3-cü sinif Namazov məntiq testləri kitabından şifrələr mövzusunu izah edəcəm. Şifrələr mövzusunu da işləyəcəyik səhifə 97 və 98-də olan sualların hər birini. Keçək suallarımıza. Başlayırıq birinci sualdan. Birinci sualda əvvəlcə belə başlayacaq. Görürük ki, burada yazılan sözlərin qarşısında ədədlər yazılıb. Bu sözlərin hər birinin hər bir hərfin hansı rəqəmi ifadə etdiyini tapmalıyıq. Və sonda bizdən istəyir ki, qat sözünün ədədi, şifrəsi hansıdır? Gəlin tapaq. Birinci yerdə dayanan hərflərə baxıram. İlk olaraq M, K, Q, bir də T hərfi. Hər biri fərqli olduğuna görə bunlar bizə heç nə yol göstərmir. Keçirim ikinci yerdə dayanan hərflərə. A, Ü, A, A. 3 dənə A var, bir dənə Ü var. İndi ikinci yerdə, yəni onluqda yazılan rəqəmlərə baxacağım. 1, 1, 1. 3 dənə 1 var. 3 dənə A, 3 dənə 1. Deməli, A-nın rəqəmini tapdıq ki, 1-dir. Yazıram A-nın üzərinə 1. Birinə yazsan kifayətdir. Ü-nün isə rəqəmi olacaq 5. Yerdə bir dənə 5 qalıb. Üyə də yazıram 5. Sonra keçəm 3-cü yerdə dayanan hərflərə. T, T, T və M. 3-cü yerdə yazılan rəqəmlərə baxaq. 7, 2, 7, 7. 3 dənə 7 var, bir dənə 2. 3 dənə T var idi. T yazdım 7 və M-inki oldu 2. Buradan baxıram, indi keçirən variantlara artıq 2 rəqəmi tapmışam. Bir dənə yüzlüyün rəqəmi yoxdur. Baxın, 17, burada 17-dir. Onluq və təkliyim 17. Burada onluğum 5-dir, amma 1 olmalıdır. Ona görə B bizim variant ola bilməz. Çıxıram variantlar arasından. Burada da onluq və təklik 1 və 7 olmalıydı. 1 və 7-dir. Aha, keçək davam edək. İndi tapmaq üçün görürəm ki, burada mat sözündə 2 hərfin rəqəmi artıq, şifrəsi artıq məlumdur. M-in şifrəsini tam sözündən tapmışıq. Burada 2 olacaq. Deməli, 217 mat sözünün şifrəsidir. Sonra tam və mat bir-birinin tərsidir bu sözlər. 712 olacaq tam sözünün şifrəsi. Aha, davam edək. Görə, indi bizə lazımdır qat sözü. Buradan da məlum olur ki, 217 mat sözünün şifrəsi olduğuna görə bizdə A variantı da variantlar arasından çıxır. Yerdə qalır C variantı. 417. Deməli, qat sözünün şifrəsi olacaq 417. Vəssalam. Keçdik digər suala. Baxırıq ikinci suala. İkinci sualda yenə eyni qaydada sözlər verilib, qarşısında ədədlər, şifrələr yazılıb. Gəlin görək, hər bir hərfin şifrəsi neçə olacaq. Birinci yerdə dayanan hərflərə baxıram. Q, Q, Q və D. 3 dənə Q hərfi var, bir dənə D hərfi var. Birinci yerdə dayanan rəqəmlərə baxaq. 7, 7, 7 və 5. Deməli, Q-nin rəqəmi olacaq 7. Şifrəsini tapdıq, 7-dir. Q 7-dir. Sonra D isə olacaq 5. Deməli, 5 ilə başlayan bir dənə burada 543 ədədidir. Deməli, buradan bilirik ki, 5 A olacaq 4, Ş hərfi olacaq 3. Buradakı 7-ni aşağıdan yazacağım ki, qarışıqlıq olmasın. Burada 7-ni aşağıdan yazım. 543-ü yazdım buradan. Məlum oldu ki, Ş-nınki 3-dür. Bəli, sonuncu hərflərimiz Ş idi. Onsuz da dəqiq bilinirdi ki, hər biri 3-dür. 3 olacaq. İkinci yerdə dayanan hərflərə baxaq. I, U, A, A. 2 dənə A var, digər 2 hərfimiz fərqlidir. Gəlin görə 2 eyni rəqəm hansıdır? İkinci yerdə dayananlardan. 4 və 4 eynidir. Deməli, A hərfinin rəqəmi 4-dür. Elə buradan A-nı, daş sözündə A-nı tapmışdıq. Heç bu cür baxmasaq da olardı. Daha aydın olsun deyə dedim. Deməli, qaş sözünün də şifrəsini tapdıq. 743 olacaq qaş
sözünün şifrəsi. Bizə də elə lazım idi 743. Qaş sözünün şifrəsini axtarırdıq, tapdıq. B variantı doğru cavabımız olacaq. Keçək növbəti suala baxaq. Növbəti sual olacaq 3-cü sual. Burada baxırıq birinci yerdə dayanan hərflərə. Y, B, Y, bir də Ş hərfidir. Baxaq, 2 dənə Y hərfimiz var. Rəqəmlərdə birinci yerdə dayanan rəqəmlərdən 3 və 3. 2 dənə 3'ümüz var. Deməli, Y hərfininki oldu 3. Bizə də lazım idi yaş sözü. Yaşınki 3 ilə başlayacaq. Deməli, A variantı variantlar arasından çıxardırıq. Çünki 4 ilə başlayır orada. Davam edək. Sonra keçirəm ikinci yerdə dayanan hərflərə. Hər biri A-dır. Deməli, A-nınki 2-dir. Keçirəm üçüncü yerdə dayanan hərflərə. Ş, Ş, Ş. 3 dənə Ş var. Bir dənə Y hərfi var. 3 dənə eyni rəqəm 1, 1, 1-dir. Deməli, Ş-nınki də oldu 1. Tapdıq ki, yaş sözünün şifrəsi olacaq 321. B variantı bizim doğru cavabımızdır. Burada əvvəldən variantlara baxsaq, müəyyən də edə bilərdik ki, 323-də, baxın, rəqəmlər eynidirsə, deməli bunun hərfləri də eynidir. Ş, Ş. 323-ün də şifrəsi olacaqdır Ş. Variantlarla baxsaydıq, əvvəldən heç digər hərfləri tapmadan görərdik ki, B variantı bizim doğru cavabımızdır. Müxtəlif cür baxmaq olar. Kim hansını tez görürsə, o cürdə işləsin. Fərq etməz. Keçirik 4-cü suala. 4-cü sualda birinci yerdə dayanan baxıram hərflərə. D, G, G, D. İkisi eynidir, digər ikisi də eynidir. Ona görə bu bizə heç nə demir, yol göstərmir. Keçirim ikinci yerdə dayanan hərflərə. Ö, U, U, U. 3 dənə U var. İkinci yerdə dayanan fiqurlardan da 3 dənə eyni fiqurumuz dairədir. Deməli, dairəninki olacaq U. Hərfləri bu dəfə yazacağam fiqurların üzərinə. Lap üzərinə yazacağam. U-dur. Aha, sonra deməli Ö-nünkü də olacaq 3 bucaq. İçi rəngli olan 3 bucaq, yaşıl rəngdə 3 bucaq. Bizə lazımdır qurd sözü. Gəlin, variantlar arasında ümumiyyətlə qurd sözündə Ö hərfi olmadığına görə bizim variantların içərisində də bizdə tapdığımız şifrədə 3 bucaq şəkli olmamalıdır. B-də görürəm 3 bucaq var. Tez silirəm onu variantlar arasından ki, daha da yüngül olsun mənim üçün işləmək. Keçirəm digərlərinə. R hərfi, 3-cü yerdə dayananlar R-dır hər biri. Hər biri də eyni fiqurdur. Deməli, 3-cü yerdə dayanan, məndə R hərfi 3-cü yerdə dayanan hərfimdir. Deməli, 3-cü yerdə dayanan hərf olacaq kvadrat. 3-cü yerdə dayanan fiqur kvadratdır, kvadratdır, kvadratdır. Bu mənə başqa heç nə müəyyən eləmədi. Yəni, mənim üçün asanlıq yaratmadı. Sualımı asanlaşdırmadı. Keçirəm digərlərinə baxıram. Görürəm ki, sonuncu sırada da, yəni 4-cü yerdə dayanan sırada D, D, U, U. Bu mənə heç nə demədi, çünki ikisi eynidir, ikisi də eynidir. Bəs necə idi? Görürəm ki, birinci sözümdə 4 sözündə, birinci hərfimlə sonuncu hərfim eynidir. D və D. İndi baxıram fiqurlarımın içərisinə eyni olan hansıdır? Dairə və dairə. Başqa eyni olanım yoxdur. Deməli, D-ninki nədir? İçi boş dairə. İçi boş dairənin şifrəsi olacaq D. Deməli, D-nin şifrəsi olacaq içi boş dairə. Baxın, sonuncu hərfim D-dir. Sonuncu fiqurum içi boş dairə olmalıdır. Burada içi doludur. Çıxaram variantlar arasından. Burada və burada içi boşdur. Hələ ki qaldı. Və sonda cavabıma baxıram. B variantını onsuzda çıxmışdıq və bir də baxsaq ki, qurd sözündə birinci hərf və sonuncu hərf bir-birindən fərqlənir. B variantı yenə də çıxartmış oluruq. Yerdə qalır C variantı. Digər fiqurları, digər şifrələri tapmağa ehtiyac yoxdur. Tapmaq olarmı? Əlbəttə olar. Hamısını axıra qədər tapa bilərsən, amma ehtiyac yoxdur. Keçək. Burada oldu cavab C. Keçirik digər variant.
digər suala. Baxırıq 5-ci suala. 5-ci sualda birinci yerdə dayanan hərflər Y-dır, K-dır, V-dir, Ş-dir. Hər biri fərqlidir. İkinci yerdə dayananlar hər biri A-dır. Bu bizə heç nə demir. Üçbucağınki A-dır. Keçdik. Üçüncü yerdə dayananlara Ş-dır, R, R, R. 3 dənə R var, bir dənə Ş. Deməli, üçüncü yerdə dayanan fiqurlar kvadrat, kvadrat, kvadrat və dairədir. R-inki buradan asanlıqla görürük ki, kvadratdır. Ş-ninki də olur dairə. Mən buradan Ş-yə dairəyə Ş yazanda görürəm ki, birinci yerdə dayanan dairə var, içi dolu və orada Ş hərfi yazıram. Burada məlum olur ki, Ş ilə başlayan sözünkü, bax bu hissi olacaq. İkinci yerdə dayanan fiqurlar olacaq. Beləliklə də müəyyən eləyirəm ki, məndə yaşlı sözü lazımdır mənə və şarlı sözündəki bütün hərflərin şifrəsini tapmış oluram. Ş-ninki olur içi dolu dairə, A-ninki olur içi boş üçbucaq, R-ninki olur kvadrat, içi dolu, L-ninki olur içi boş kvadrat, I-ninki də olur buradakı içi dolu üçbucaq. İndi gəlin tapdığımız elə hərflərlə cavab variantlarını işləyək. Ş nə idi? Sözüm deməli mənim yaşlı sözündə Y hərfini, bir dənə Y hərfi yoxdur. Digər hərflərə baxaq. Şarlı sözündə Ş tapmışam ki, içi dolu dairədir. Ş məndə üçüncü hərfdir. Deməli, üçüncü yerdə dayanan fiqur içi dolu dairə olmalıdır. Üçüncü yerdə dayanan fiqur içi dolu kvadratdır. C-ni silirəm. Üçüncü yerdə dayanan fiqur içi dolu kvadratdır. B-ni də silirəm. Variant olur A. Keçdik növbəti suala. Növbəti sual 6-cı sualdır. 6-cı sualda birinci yerdə dayanan hərflərə baxıram. Ü, K, K, S hərfi. 2 dənə K hərfi var. Deməli K-nınki birinci yerdə dayanan fiqurlardan 2 dənə eyni olan 2 dənə içi boş dairədir. K-ları yazdıq. Sonra içi boş dairə bir də burada var. Buna da K yazdım. Və sonuncu hərfi K olan bir dənə ürək sözüdür. Buradan məlum olur ki, ürək sözününki elə buradakı fiqurlar olacaq. Ü, R, Ə, K. Ürək. Deməli, bizə nə lazımdır? Kürü sözü. Ü hərfini tapmışıq. Oy, düz yerdən xətt çəkmədim. Bir dəqiqə. Deməli, Ü hərfini tapmışıq ki, olacaq içi dolu dairə. İçi dolu dairə. Deməli, ikinci və dördüncü yerdə dayanan fiqurum olmalıdır içi dolu dairə. İkinci yerdə dayanan içi dolu dairədir. Dördüncü yerdə dayanan kvadratdır. A variantı ola bilməz. İkinci yerdə dayanan üçbucaqdır. Dördüncü yerdə dayanan içi boş dairədir. Bu da ola bilməz. İkinci və dördüncü yerdə dayanan içi dolu dairə C variantındadır. Digərlərini axtarıb tapmağa ehtiyac yoxdur. Cavab C. Keçdik növbəti suala, 7-ci suala baxırıq. 7-ci sualda birinci yerdə dayanan hərflərə baxıram. B-dir, Q hərfidir, Y-da A-dır. Hər bir fərqlidir, bu mənə heç nə yol göstərmədi. İkinci yerdə dayananlara baxırıq. A, A, A və Y hərfi. 3 dənə A, bir dənə Y hərfi var. İkinci yerdə dayanan fiqurlardan 3 dənə eyni fiqur. 3 bucaq, içi boş, 3 bucaq, içi boş, 3 bucaq. A olacaq, deməli, içi boş, 3 bucaq. Deməli, Y da olacaq, içi dolu kvadrat. Burada görürəm, yenə içi dolu kvadrat var. Yenə yazdım içi dolu kvadratın hərfini yerinə. Baxıram, Y ilə başlayan yarıq sözüdür. Y, A, deməli, ulduz olacaq R, I və Q hərfi. Yarıq. Bizə nə lazımdır? Aylıq sözü. Burada A nə idi? İçi boş üçbucaq. Birinci hərfim olacaq içi boş üçbucaq. Birinci rəqəm içi boş üçbucaq olmalıydı şifrəm. Burada dairədir. İçi boş üçbucaq olmalıydı. Burada içi dolu dairədir. İçi boş üçbucaq yalnız B variantındadır. Digərlərini tapmağa ehtiyac yoxdur. Cavab B. Keçək 8 nömrəli suala baxaq. 8 nömrəli sualda
Baxıram, birinci yerdə dayanan hərflərə L-dır, S-dir, X-dır, Z hərfidir. Hər biri fərqlidir. Ona görə digər hissəyə keçək. Ə, A, Ə. Görürəm ki, 3 dənə eyni hərf var. 3 dənə də eyni fiqur var. Ə, Ə. Deməli, A-nınki də oldu içi dolu dairə. Sonra bizə lazım idi Ə hərfi, içi boş üçbucaq bizə lazımdır. Deməli, ikinci yerdə dayanan fiqur içi boş üçbucaq olmalıdır. Variantlara baxaq. İkinci yerdə dayanan fiqur içi boş üçbucaq olmalıdır. Burada deyil. A-da içi boş üçbucaqdır, C-də də içi boş üçbucaqdır. Ona görə davam edirik. Hələ ki variantımızı tapmamışıq. Keçək. Bizə lazımdır səlis sözü. Səlis sözündə birinci və sonuncu hərfimiz eynidir. Birinci və sonuncu hərf eynidirsə, fiquru da eyni olmalıdır. C variantında birinci fiqur kvadratdır, sonuncu fiqur dairədir. Ona görə C bizim variant ola bilməz. Eyni olan isə A variantındadır. Deməli, cavab olacaq A. Keçdik növbəti suala. Növbəti səhifədə növbəti suala baxaq. Baxırıq səhifə 97-də, 98-də sual 9-a. Burada birinci yerdə dayanan hərflər M, S, R, D hər biri fərqlidir. Ona görə baxmırıq, keçirik digərinə. Və yaxud da burada əziz şagirdlər, onu da qeyd edim ki, fiqurlardan hərflərə də getmək mümkündür. Yəni, o cürdə işləyə bilərsiniz, fərq etməz. Baxmaq olar ki, birinci yerdə dayanan fiqurlar kvadrat, dairə, üçbucaq və içi boş kvadratdır. Və hərflər görürük ki, hər biri fərqli fiqurda. Hər biri fərqli fiqurdursa bizə heç nə demir. Keçirik ikinci yerdə dayanan fiqurlara. İkinci yerdə dayanan fiqurlar üçbucaq, ay, üçbucaq, üçbucaq. 3 dənə eyni üçbucaqdırsa, 3 dənə eyni olmalıdır hərf. Deməli, ikinci yerdə dayananlara baxaq hərflərdə. Ə. Deməli, içi boş üçbucağınki olacaq ə. Bu qaydada işləyə bilərsiniz. Fərq eləməz. Kimə necə rahatdır, o cürdə işləsin. Hər ikisi eyni yoldur. Deməli, A-inkini də tapırıq ki, hərfi olacaq, şifrəsi olacaq A. Aha, davam edək. Gəlin elə variantlara birinci nəzər yetirək. Baxıram ki, variantlar arasında heç bunları işləməsəm belə, dərd sözü lazımdır mənə. Heç bir hərfi tapmaq lazım deyildi. Ona görə ki, dərd sözündə birinci və sonuncu hərfim eynidir. Deməli, fiquru da eyni olacaq. Birinci və sonuncu fiqur fərqlidir. Deməli, A ola bilməz. Birinci və sonuncu fiqur fərqlidir. B də ola bilməz. Birinci və sonuncu fiqur eynidir. Deməli, cavab C-dir. Heç bu hissəni tapmağa ehtiyac yoxdur. Cavablarla birbaşa işləyərək tapa bilərik. Keçək növbəti hissəyə. Növbəti sual 9-cu sualdır. 10-cu sual üzr istəyirəm. 10-cu sualdır. Baxaq 10-cu sualda birinci hərflərə baxaq. S, M, K, K. Aha, baxıram. 2 dənə K hərfi var. 2 dənə eyni fiqur olmalıdır. Birinci yerdə dayanan dairə. Deməli, K-nınki olacaq dairə. K dairədir. Dairə. Sonra keçirəm ikinci yerdə dayanan hərflərə. Ə-dir. Hər biri ə-dir. Bu da bizə heç nə demir. Yazaq yenə də. Ə və ə. Sonra keçim üçüncü yerdə dayanan hərflərə. 3 dənə H hərfi var. Bir dənə M hərfi var. H-ları yerləşdiririk bura. Deməli, 3 dənə kvadrat olacaq H. Bir dənə M hərfi olacaq. İçi dolu üçbucaq. Görürəm ki, içi dolu üçbucaq burada birinci yerdə dayanıb. Deməli, M hərfi ilə başlayanda bir dənə sözüm var mənim. Ona görə buradan məlum olur ki, məhər sözünün ki, elə birinci yerdə dayananlardır. Məhər. Aha, tapdıq. Deməli, elə cavabımız olacaq buradakı. Məhər. İçi dolu üçbucaq. Birinci yerdə dayanan içi dolu üçbucaq. Burada dairədir, burada dairədir. Burada içi dolu üçbucaqdır. Cavab C. Keçdik növbəti suala baxaq. 11-ci sual.
Birinci yerdə dayanan fiqurlara baxıram. Dairə, dairə, içi boş, üçbucaq və içi dolu dairə. Sonra 2 dənə içi boş dairə var. Deməli, 2 dənə eyni hərf C ilə C'dir. C hərfini yazdım bura. Dairələr C'dir. Buradan məlum olur ki, ikinci yerdə dayananlara baxaq ya da heç sıramızı pozmayaq. Ü, E, bir də Z hərfidir. 2 dənə E var. Deməli, 2 dənə eyni fiqur kvadratlardır. E və E yazdıq. Aha, sonra keçək cavablara. Bizə nə lazımdır? Gecə sözü lazımdır. C-ni tapmışıq. Bir də E-ni də tapmışıq. Deməli, ikinci yerdə dayanan fiqur E hərfidir. E-ni tapmışıq. İkinci yerdə dayanan fiqur olacaq kvadrat. Yəni, rəngli kvadrat olmalıdır. Burada rəngsiz kvadrat, yəni içi boş kvadratdır. Sildik cavab variantlar arasından. C-ni də tapmışıq. Yəni, üçüncü yerdə dayanan fiqurum, hərfim C-dir. Deməli, fiqurumda olmalıdır dairə, içi boş dairə. Üçüncü yerdə dayanan içi boş dairədir. İçi boş dairədir. Amma baxıram ki, burada, baxaq görək necə işləyirik. Burada A-da birinci və üçüncü hərfi eynidir. Biz tapdıq ki, C içi boş dairənindir. Deməli, sözümüz C ilə başlamalıdır. Bizdə G hərfi ilə başlayır. Ona görə cavab olacaq A ola bilməz. Cavab olacaq C. Keçdik növbəti suala. Növbəti sualımız olacaq 12-ci sual. 12-ci sualda birinci yerdə dayanan hərflərim 2, 8, 8 və 7-dir. 2 dənə 8 olacaq M hərfi. Deməli, M-i tapdıq 8-dir. Cavabım 8 ilə başlamalıdır. B variantında 7 ilə başlayır. C-də 2 ilə başlayır olmaz. 8 ilə başlayan bir dənə A-dır. Keçək növbəti suala. Növbəti sual 13-cü sualdır. Deməli, birinci yerdə dayanan fiqurlara baxıram. Hər biri fərqlidir. Hər biri fərqli olduğu üçün bu mənə heç nə demir. Keçirəm ikinci yerdə dayanan fiqurlara. 2 dənə üçbucaqdır, 2 dənə də dairədir. Bu da mənə heç nə vermir. Keçirəm üçüncü yerdə dayanan fiqurlara. Görürəm 2 dənə dairə var, digərləri fərqlidir. Üçüncü yerdə dayananlardan 2 dənə eyni olan Ə və Ədir. Deməli, dairəninki olacaq Ə. Görürəm, burada da birinci hərfim Ədir, dairədir. Deməli, hərf Ə olacaq. Ə ilə başlayan söz, deməli, buradadır. Üçbucağınki Z-dır. Əzəli sözü buranındır. Deməli, əzəli. Gəlin yerləşdirək. Deməli, elə cavab variantları arasında heç müzakirə etməsək, hərflərin şifrələrini tapmasaq belə, xəlli sözündə görürəm ki, 3-cü hərflə 5-ci hərf eynidir. Deməli, fiqurlar da eyni olmalıdır. 3-cü və 5-ci fiqur eyni olmalıdır. A variantında 3-cü fiqurla 5-ci fiqur fərqlidir. Deməli, A deyil variantım. B variantında 3-cü ilə 5-ci eynidir. Hələ ki, saxlayıram. C-də 3-cü ilə 5-ci fərqlidir. Deməli, C-də deyil. Variant B. Heç hərflərin şifrəsini tapmadan cavablarla işləyib cavabı çıxartmaq mümkündür. Keçdik 14-cü suala baxaq. 14-cü sualda baxıram ilk yerdə dayanan fiqurlara kvadrat, dairə və içi rəngli dairə və içi boş dairə. Görürəm ki, 2 dənə eyni kvadrat var. Eyni hərflərimiz birinci yerdə dayanan K, K. Yazıram bura K və K. İçi boş kvadratlarım oldu K. Sonra 3 dənə Ə var. 3 dənə Ə. Deməli, ikinci yerdə dayananlardan danışıram. Ə və Ə. 3 dənə Ə. Deməli, Ö olacaq
içi dolu üçbucağın. Baxıram. İkinci yerdə dayanan və dördüncü yerdə dayanan hərfim ədir. İkinci və dördüncü yerdə dayanan fiqurum eyni olmalıdır. Bunların hər birində eynidir. Cavablara nəzər yetirsəz görərsiniz. Kəpənək sözünü axtarırıq. Biz K-nı tapmışıq. İçi boş kvadrat olmalıdır birinci hərfim. Deməli, burada içi dolu dairədir. Çıxdım variantlar arasından. İçi boş dairədir. Çıxdım. B variantı bizim doğru cavabımız oldu. Keçdik növbəti hissəyə. Sonuncu sualdır bu səhifədə olan. Baxıram, salman sözündə. Bizə lazımdır qılman sözü. Birinci hərflərə baxıram. S, G, S, G. S hərfidir, bir də G hərfidir. Bunlar 2-2 olduğuna görə bizə heç nə demir. İkinci yerdə dayanan fiqurlar 3 bucaq, 3 bucaq, 3 bucaq və kvadratdır. 3 bucaq, 3 dənə 3 bucaq var. 3 dənə eyni hərf olmalıdır. A, A, A. 3 bucağınki oldu A. I da olacaq kvadratın. I hərfi də kvadratındır. Deməli, ikinci yerdə dayanan hərf I-dır. I-nı da tapmışıq. İçi dolu kvadratdır. I. İkinci yerdə dayanan fiqur içi dolu kvadrat olmalıdır. Burada 3 bucaqdır. Olmaz. Burada 3 bucaqdır. Olmaz. Burada kvadratdır. Elə cavab olacaq C. Əziz şagirdlər, bugün sizə izah etdim mən səhifə 97 və 98-i. Ümid edirəm ki, hər biriniz üçün faydalı oldu. Bugünlük bu qədər. Hələlik. Videonu izlədiyiniz zaman bəyənməyi və şərh yazmağı unutmayın. Hələlik.